Müxtəlif rituallar eləmək və inanmaq ki, bu rituallar sənin arzuladığın şeyə çatmağına kömək eləyir və yaxud da manevr eləyərək maşın sürmək və inanmaq ki, sən manevr eləyərək maşın sürsən, bu sənə mənzil başına tez çatmağa kömək eləyəcək. Bax, bunlar heç bir kontrolunun olmadığı, əslində bizim zehnimizin bizə oynadığı illüziya oyunlarından biridir. Yəni zehnimiz bizə elə göstərir ki, bizim bir şeylər üzərində kontrolumuz var və nəticə olaraq biz daha özgüvənli qərarlar verə bilirik. Buna həmçinin miflər də aiddir. Məsələn, əslində doğulacaq uşağın cinsiyyətinin belirlənməsi qeyri-mümkündür. Amma miflərə görə əgər ovulyasiyadan öncə əlaqədə olursunuzsa, daha çox qız və yaxud da ovulyasiya vaxtı münasibətdə olursunuzsa, oğlan cinsinin doğulma ehtimalı artır. Fikir ver, bunlar sənə vəziyyət üzərində sanki həqiqətən doğulacaq uşağın cinsini bəlli eləyə bilərsənmiş kimi bir illüziya verir, kontrol illüziyası verir. Unutmayaq ki, bunlar sadəcə və sadəcə illüziyadır. Görəsən gələn dəfə bu kontrol illüziyasını bir tərəfə qoysan, əslində vəziyyətə baxsan, nələri görərsən, necə hiss edərsən, o vermək istədiyin qərarı necə verərsən?